hamısının yaradanı, xaliqi Allah, səmavi kitabı olan Quran-ı Kərim, sonuncu Peyğəmbərimiz bir. Amma baxsaq, yaxın Orta Şərqdə bu son 50 ildə bu Ərəb baharı olsun, ya indiki elə Üçüncü Dünya müharibəsinin o cığırı izi qoyulduğu bir anda bunların əksəriyyəti ilə baxırıq ki, müsəlman ölkələrində, Orta Asiyada, Şərq ölkələrində baş verir. Və bir sözlə elə müsəlmanı müsəlmana qırdırırlar. Biri Allahu Əkbər deyir, uşaq başı kəsir, biri onun başını kəsir. İslam bu deyil əzizim. İnanın, İslamın həqiqəti bu deyil. Bununla İslamı gözdən salmaq üçün elə məzhəbçiliyi qabardaraq və İslam və müsəlmanlığı gözdən salmaq üçün beyinlər, institutlar, məktəblər işləyir.